Aorta karotasiyası olan uşaqda hansı fiziki əlamət ən tipikidir? Demək, koartasiyasının ölçüsünə asılı olaraq ağır dərəcədirsə, yəni yüngüldürsə, təbii ki, buna görə kliniki əlamətlər uşaqda dəyişir. Ancaq, yəni valideyn deyəm ki, böyük uşaqdırsa, yəni hərəkətli uşaqsa, aşağı tərəfdə qasıq nahiyəli palpasiyasından damarı ala bilmirsə, pulsasiyası yoxdursa, valideyn artıq şübhələnib öz uşağını uşaq həkimə aparmalıdır öncəliklə. Uşaq həkim onu araşdırmalıdır və ya böyük yaşlarda olarsa, bu tür uşaqlarda ən çox rastlaşdığımız şey təzyiqin yüksək olmasıdır. Deyəm ki, gecikmiş formatda müraciət edirlər, 10 yaşındakı uşaqlar olur və s. Artıq onları görürük ki, təzyiq yüksəkliyi var və belə bir problemlə qarşı-qarşıya qalınır. Yəni, yaşına görə, quruluşuna görə, yer sahəsinə görə bunlar hamısı dəyişməkdədir. Fərdi ilə bir şablon ki, belə bir şey olacaq, belə bir şey yoxdur. Biz koartasiya necə deyirik? Qol təzyiqi ilə aşağı alt tərəfin təzyiqindən 20 mm fərq olması, biz onu koartasiya ifadə edirik və ona görə ölçülər nə yerdədirsə, müdaxilə tələb olub-olmadığına qərar veririk. Bu tür videonun davamı izləmək istəyirsə, dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun, şərh bölümündə rəyləri əsirgəlməyin ki, sizə faydamız dəysin. Hörmətlə Nur İmanov.